ki sənə vali heyran oldum. Sud sərmayəmin məcmuyu əlindən aldın. Niyə kim zahid olub məscidə dərban oldu? Həmdülillah ki mən küfrüdə buldum iman. Həmdülillah ki mən küfrüdə buldum iman. Ki sənə yavmən nə hasil ki peşiman oldum. Şeyh-i sen ayan kimi boynuma saldın zindan. Şeyh-i sen an kimi boynuma saldın zindan. Şimdi gel gör kim kendi sağlara rehban oldum. Gel Nebati gel Nebati dolanım bağışıma bəh-bəh nə gözəl. Can verib yavre vəfa ruhine kurban oldum. Kurban oldum. Bağışlayan və mehriban Allahın adıyla. Dəyərli xalqımız, əziz müsəlman, bacı və qardaşlarımız. Mübarək ay, Ramazan ayını yaşayırıq. Ayların sultanı. Qoy uca yaradan dualarınızı, tutduğunuz oruçları, etdiyiniz ibadətləri, verdiyiniz ehsanları Tanrı öz dərgahında qəbul eləsin. İrs TV, bir ay, bir ömür verişinə baxırsınız. Təbii ki, İftar vaxtına yarım saat vaxtımız qalır. Qoy Allah tutduğunuz oruçları qəbul etsin. Hər axşam olduğu kimi, vəd verdiyimiz kimi, bu axşam da evlərinizin qonağıyıq. Bugün çox dəyərli qonaqlarımız var. İstəyərdim qonaqlarımı sizlərə təqdim edəm. Hamımızın çox hörmət bəslədiyimiz, dəyərli ilahiyyatçı, İlahiyyat Universitetinin müəllimi, dəyərli insan, Haccavad məscidinin axundu, hamımızın sevimlisi Hacı İbrahim qardaşımız. Hacı, xoş gəlmişsiniz. Səfa gətirmişsiniz. Xoş gördük. Ramazan ayınız mübarək olsun inşallah. Çox sağ olun. Mən də həm sizi, həm də ki, hörmətli xalqımızı Ramazan ayı münasibəti ilə təbrik edirəm. Allah bütün bu ayda etdiyimiz ibadət və itaətləri öz mübarək dərgahında qəbul eləsin. İlahi amin. Təşəkkür edirəm ki, dəvətimizi qəbul eləmişsiniz. Daha bir qonağımız, əziz məddahımız, illərin məddahı, öz səsi ilə, sözü ilə həmişə xidmətdə olan hamımızın sevimlisi Seyyid Rövşən Əyyub. Seyyid, xoş gəlmişsən, səfa gətirmişsən, oruc namazın qəbul olsun inşallah. Hoşunuz olsun Hacı, Allah razı olsun. Mən də öz növbəmdə təbrik edirəm bütün müsəlman aləmini, ən xüsusda xalqımızı bu gözəl ay münasibəti ilə. Allah hər kəsin tutduğu orucu qəbul etsin. İbadət və itaətlərini Allah qəbul etsin. İlahi amin, ilahi amin. Xoş oldu. Elə mən istəyərdim gözəl bir sualla verilişimizi davam etdirək. Dəyərli Hacı İbrahim qardaşımız, istəyərdim mübarək Ramazan ayının mahiyyətindən və tarixi haqqında İnşallah ki, o bilgilərinizi bizi ilə bölüşəsiniz. Ya Allah. Təşəkkür eləyirəm. Həqiqətən də biz ümumiyyətlə təkcə Ramazanın deyil, orucluğun tarixi mənşəyinə baxdıqda görürük ki, xəbərlər bizə ilk insana orucluğun vacib olduğunu belə məlumat verməkdədir. Hədis mənbələrində ilk orucun ilk insan olan Həzrət Adəm əleyhissalama vacib olduğu haqqında məlumatlar verir.
Və maraqlıdır ki, Adəm əleyhissalamın orucu Savmut Tövbə adlanır. Yəni tövbə orucu. Belə güman edilir ki, Adəm əleyhissalam behişdən çıxarıldıqdan sonra bəzi rəvayətlərdə göstərilir ki, onun etdiyi bu əmələ görə tövbəsinin qəbul olması üçün bir neçə şey ona Həzrət Cəbrail əleyhissalam tərəfindən öyrədilir. O öyrədilən ayinlər içərisində də biri məhz oruç tutması olur. Və 30 gün oruç tutması bəzi mənbələrdə öz əksini tapıb. Şübhəsiz ki, Adəm əleyhissalama vacib buyurulmuş bu oruc əməli sonraki mərhələdə də davam edir və Həzrət Nuh əleyhissalamın orucu haqqında məlumatlar var. Mənbələrə görə Həzrət Nuh əleyhissalamın orucunun adı Savmu Şükrdur. Yəni şükür səna orucu. Bu da onunla əlaqədardır ki, Nuh əleyhissalam bildiyiniz kimi Qur'an-ı Kərimin də verdiyi məlumata görə tufan hadisəsi ilə üzləşir. Nuh əleyhissalamın duası nəticəsində o tufan baş verir və Nuh əleyhissalam öncədən hazırladığı gəmiyə minir və yaranmışlardan, heyvanat aləmindən hər birindən bir cüt götürməklə və nəhayət bir neçə müddətdən sonra gəmidən ki, xilas olurlar, artıq yer üzünə ayaq basırlar. Bunun əvəzində şükürsana olaraq Həzrət Cəbrail əleyhissalamın Həzrət Nuh'a nazil olaraq oruç tutmasını ona tövsiyə edir. Və Nuhun da orucu qeyd etdiyimiz kimi Savmu Şükür, yəni şükürsana orucu adlanır. Və bu minvalla əlbəttə ki, növbəti mərhələdə bütün peyğəmbərlər, hətta Həzrət İbrahim əleyhissalamın da oruç tutması haqqında məlumatlar var. Sonraki mərhələ Musa əleyhissalam haqqında 30 gün üstəgəl 10 gün, 40 gün oruç tutduğu. Bəli. Sonraki mərhələdə Davud əleyhissalamın orucu və tarixdə də məşhurdur ki, Davud əleyhissalamın orucu, o oruc günaşlı oruc adlanıb. Yəni bir gündən bir oruc tutmaq. Bəli. Hətta Peyğəmbər əleyhissalamın mübarək kəlamlarının birində belə qeyd edilib ki, mən ən çox Davud orucunu sevirəm. Peyğəmbərimiz özü də o ənənəyə, necə deyərlər, əməl eləyib, günaşlı oruc tutarmış. Və Davuddan sonra biz bilirik ki, Süleyman əleyhissalamdır. Çünki Davudun oğludur, həm Peyğəmbərdir, həm də Davuddan miras qalmış padişahlığa varisdir. Amma mənbələr Süleyman əleyhissalamın orucu haqqında yazırlar ki, 3 gün ayın əvvəlindən, 3 gün ortasından və 3 gün sonundan oruç tutmaqla ildə bir dəfə belə oruç tutarmış. Əlbəttə, sonraki mərhələdə də biz Həzrəti İsa əleyhissalamın orucu haqqında məlumatlara rast gəlirik və sonuncu olaraq Peyğəmbərimizin oruç tutması və Peyğəmbərimizə də orucluq vacib edilib hicrətin 2-ci ilində. Bildiyiniz kimi Peyğəmbər əleyhissalam Məkkədən Mədinəyə hicrət edib. Təxminən miladi tarixlə 622-ci ildə baş verən bu hicrət, o dövrdən sonra dini ayinlər artıq müsəlmanlara vacib edilmişdir. Məkkə dövründə çünki bu əməllərin vacib edilməsi mümkünsüz idi. Məkkədə Peyğəmbər əleyhissalam və o iman gətirmiş bir qrup müsəlmanlar çox sıxışdırılırdı. Onların hansısa bir dini ayini həyata keçirməsi mümkünsüz idi. Ona görə də onlardan tələb olunan yalnız bütlərdən çəkinmə və kəlmə-i tövhidi demək kifayət eləyirdi. Artıq müsəlmanlar Peyğəmbər əleyhissalamın başçılığı ilə Məkkədən Mədinəyə hicrət edir. Mədinədə Peyğəmbərimiz o federativ dövləti qurur və yavaş-yavaş dini ayinlər, namaz kimi, oruc kimi və s. vacib edilməyə Allah tərəfindən başlanılır və hicrətin 2-ci ilində də Ramazan orucu fərz olaraq Peyğəmbərimizə və onun ümmətinə vacib edilir. Və Bəqərə surəsində də mübarək 183-cü ayədə də Ya eyyuhəl-ləzīnə əmənu kutubə aleykumus-siyam kəmə kutubə aləl-ləzīnə min qablikum ləalləkum təttəqun deyə buyurulur. Bu ayədə bir neçə mühüm məsələ öz əksini tapıb. Birincisi biz görürük ki, ayənin xitabı möminlərədir. Deməli, mömin olmayan, yəni tövhid dininə, İslama
etiqadı olmayan insanlar bu işdən istisnadır. İkinci mühüm bir məsələ, sizdən əvvəlkilərə vacib edildiyi kimi sizə də vacib edilmişdir. Bəli. Bu ayə artıq orucun tarixi mənşəyini bizə bildirir. Bayaqdan bəri dediyimiz, Adəmdən bəri sadaladığımız o hadisələr bu ayə vasitəsilə öz təsdiqini tapır ki, heç də orucluq təkcə sonuncu ümmətə deyil, bu ümmətdən əvvəlki ümmətlərə də vacib edilib. Doğrudur. Bəzi təfsir kitablarında alimlər belə bir nəzəriyyə irəli sürürlər ki, görəsən keçmiş peyğəmbərlərin özlərinə vacib edilib, yoxsa ümmətlərinə də? Elə mən bu sualı sizə ünvanlayacaqdım ki, görəsən ümmətə və ya peyğəmbərlərə bu vacib olmuşdur. Bu haqda iki görüş var. Görüşdən biri bundan ibarətdir ki, yalnız və yalnız peyğəmbərlərə vacib edilib, onların ümmətinə deyil. Amma daha məşhur nəzər və həqiqəti də əks etdirən nəzəriyyə bundan ibarətdir ki, xeyr, peyğəmbərlərlə yanaşı onların ümmətinə də vacib edilib. Çünki ayənin zahiri mənasından da bu anlaşılır. Sizdən əvvəlkilərə vacib edildiyi kimi sizə də vacib edilmişdir. Bəli, bu ayə onu göstərir ki, təkcə o peyğəmbərlərə deyil, eyni zamanda ümmətə də vacib edilir. Və xatırladım ki, böyük Azərbaycan alimi Əllamə Məhəmməd Hüseyn Təbətəbaninin Əl-Mizan əsərində də bu nəzər daha məşhur nəzər kimi irəliyə sürülür. Bu ümumi şəkildə orucluğun tarixi mənşəyidir. Hicrətin 2-ci ilindən artıq orucluq ümmətə vacib edilir. Peyğəmbər əleyhissalam da 9 Ramazan oruç tutub, 9 Ramazan yaşayır. Çünki Hicrətin 11-ci ilində artıq vəfat eləyib Peyğəmbərimiz. Və Ramazan ayı Qur'an-ı Kərimdə də öz, necə deyirlər, adını tapmış yeganə aydır. Yəni, yeganə aydır ki, 12 aylar içərisində yalnız Ramazan ayının adı çəkilməkdədir. Ramazan sözünün də mənası ümumilikdə orucluğun mahiyyəti mən deyərdim ki, Ramazan sözünün özündə gizlənib. Ramazan sözünün etimologiyası haqqında müxtəlif fikirlər var. Sözün hansı mənaya gəldiyi haqqında 5 məşhur fikir var. Lakin bunların içərisində ikisi daha məşhurdur. Birinci fikir bundan ibarətdir ki, Ramazan ya Ramad sözündən, ya da Ramda sözündəndir. Ramazan sözünün mənası bu ola bilər ki, birincisi, yayın sonu, payızın əvvəlində yağan güclü yağış mənasındadır. Ramazan ona görə bu adı daşıyır ki, bütün yay boyu təbiətin üstünə toz torpaq qonub. Payızın ilk günlərində o möhkəm yağış hər şeyi yuyub, öz əsli həqiqətinə qaytarır. Öz rənginə qaytarır. Məsələn, yarpaq yaşıl idi, toz qonub üstünə, rəngi bilinmir. Əsl onun təsvirindən. Bəli, o yağışın o tozun üstünə, o tozu yumağı ilə əsli həqiqət üzə çıxır. İnsan da fitri olaraq təmiz yaradılıb. Bəli. İnsanın fitrətini il ərzində günahlar korlayır. İldə bir dəfə Ramazan orucunu biz tutmaqla o il ərzində olan o yarpaq üstünə qonmuş tozu yuyan kimi biz yuyuruq. Bəzi alimlərin nəzəri bundan ibarətdir ki, Ramazan həmən o yağış mənasını ifadə edir. İkinci baxış bundan ibarətdir ki, Ramazan şiddətli, günəşin şiddətli istisidir. O isti biz bilirik də hər şeyi əridib məhv eləyir. Məsəl üçün 100 dərəcə temperaturada su qaynayır, 1000 dərəcədə tutalım dəmir əriyir və s. Ramazan ona görə yandırıcı mənasını ifadə edir ki, Ramazan insanın əməl dəftərinə yazdırılmış, həkk edilmiş o günahları yandırıb yoxa çıxarır. Bir nəzəriyyə də bundan ibarətdir. Hər halda digər nəzərlər də var. Hətta bəzi üçüncü nəzəriyyə də bundan ibarətdir ki, Ramazan sözünün mənası nizənin və ya oxun uc hissəsinə deyilir. Çünki ox və ya nizə atılanda düşməni o həmən hissə öldürür, onun canına zərər yetirir. Ramazan ona görə də o nizənin və ya oxun ucu mənasını bildirir ki, şeytanı öldürür. Şeytanın gözünü kör edir.
Gözəl. Bəli. Ona görə Ramazan bu adı daşımaqdadır. Bu üç nəzəriyyə, bunların içərisindən əvvəl dediyim iki nəzər daha alimlərin irəli sürdüyü məşhur fikirdir və mahiyyətinə gəldikdə isə elə demək olar ki, onun mahiyyəti adında gizlənir. Ramazanın mahiyyəti, orucun mahiyyəti günahlarımızı məhv etmək, onun yerinə savab əməllərimizi çoxarmaq. Elə bayaq bəli. Ayənin də qeyd etdiyi Bəqərə surəsinin 183-cü ayəsində Uca Rəbbimiz sonda "Ləalləkum təttəqun" bəlkə orucluq vasitəsi ilə siz təqvalı olasınız deyə buyurur. Yəni oruç tutun. Bax ayədə çox incəliklər var. O incəliklərdən biri psixoloji incəlikdir. Ayə deyir ki, ey iman gətirənlər, orucluq sizdən əvvəlkilərə də vacib edilmişdir. Bununla müsəlman ümmətinə sanki psixoloji təsir edir, təsəlli verir ki, sizə çətin gələn bu əməl elə bilməyin, təkcə sizin üçündür. Sizdən əvvəlkilərə də biz bunu demişdik. Onlar da bu işi görüblər. Yəni, səhabə, məsəl üçün, ümmət qınamasın Peyğəmbəri ki, bu nə əməldir, bizə demirsən, bu biraz çətindir falan. Biraz sadə şəkildə fikirlərimizi ifadə eləsək. Psixoloji təsir eləyir ki, sizdən öncəkilərə də bu əmr verilib. Və ayənin sonu "Ləalləkum təttəqun", yəni təqvalı olasınız. Bəs təqva nədir? Təqvanın sadə tərifi belədir də. Viqayə sözündəndir, qorumaq mənasına ifadə eləyir. Yəni, təqva bir növ qaladır. Siz oruc qalasına sığınırsınız, həmən qala sizi düşməndən qoruyur. Düşmən də şeytandır da, Qur'an onu adovvu mubin adlandırır. Bəndənin açıq-aşkar düşməni adlandırır. Yəni, siz il ərzində bircə ay o qalaya, orucluq qalasına sığınsanız, həmi bunun vasitəsilə qüvvətlənərsiniz. Necə? Məsəl üçün, döyüşçü döyüşür meydanda, yorulduğu zaman qalaya çəkilir də, istirahəti üçün. Bir müddət bir enerji toplayır, yenidən döyüş meydanına atılır. Bəndə də orucluq vasitəsi ilə 11 ay şeytanla döyüşür, bir ay qalaya çəkilir sanki. Viqayə qoruyucu deməkdir, qala mənasını həm də ifadə edir. Yəni, o qalaya sığınmaqla insan bir ay müddətində özünü gücləndirir, yaxşıca enerji toplayır, sonra atılır şeytanla döyüş meydanına. Yaxşı istirahət eləmiş, yaxşıca geyinmiş, dəbilqə tapmış düşmən, daha doğrusu şəxs düşmənlə daha yaxşı mübarizə apara bilər. Əgər o yorğundursa, döyüş meydanında onun istirahəti olmayıbsa və s. o necə mübarizə apara bilər? Ona görə ayə sonda "Ləalləkum təttəqun", orucluq vasitəsilə özünüzü düşməndən qoruya bilərsiniz. Təqva həm də insanın mənəvi dünyası, onun daxili aləminin, əxlaqının, bir sözlə qəlbi dünyasının tamamı ilə mükəmməl şəkildə təmizlənməsidir. Hacı, çox sağ olun. Allah sizdən razı oldu. Oradan da mənim özüm üçün şəxsən bu çox maraqlı oldu ki, mübarək Ramazanın tarixi barəsində mən açıq deyirəm ki, bilmədiklərimizi sizdən eşitdik. Allah elminizə və ömrünüzə bərəkət versin. Düzdür, sizin gözəl danışığınızdan, gözəl söhbətlərinizdən hələ istifadə edəcəyik və doymuruq yeri gəlmişkin. Allah can sağlığı versin. Elə dəyərli izləyicilərim, istəyirəm verilişimizin bu anında, bu dəqiqəsində çox dəyərli məddahımız, əzizimiz Seyid Rövşən Əyyubdan inşallah bir gözəl ilahi alaq. Və mən bunu da qeyd etməyi özümə borc bilirəm ki, o ilahini ilk dəfə mən işləyəndə doğrudan da mən o ilahini çox sevdim. İstəyərdim, ilahi haqqında bir məlumat verəsən, sözü, musiqisi kimə aiddir? İnşallah onu səndən eşidik. Hacı Mehdi, Allah bərəkət versin Hacının elminə. Maşallah ilə eşitmədiyimiz sözləri bugünlər eşitdik. İnanırsınız, ilahi halində də qalmadım. O fikir mənə apardı, bəzi nöqtələri toxundu. Amma ki, bizim də sənətimiz vardı, biz yaradıcı insanlarıq. Yəni, yaradıcı insanlar da ki, diqqətli olmalıdırlar. İncə məsələlərdə, xüsusilə Ramazan ayında. Yeri gəlmişkən Seyid, mən üzr istəyirəm, qoy bir sual verim sizə. Bax, bugün biz məddahlıq deyirik, rozaxanlığımı deyirik və ya qəsidəxanlığımı deyirik, fərq eləmir. Yəni, bugün bizlərin bu mübarək Ramazan ayında o vacib olan orucumuz, o əmrdir, o özündə. Bir məddah olaraq bizim üzərimizə hansı yüklər düşür? Nələri biz bugün icra etsək daha yaxşı olar? Nəyi tövsiyə eləyərdik bir-birimizə?
Hacı tək Ramazanda yox, Yox, ümumiyyətlə. məxsusən bilirəm ki, yəni bu Ramazan ayında məddahın fəaliyyəti necə olsa daha yaxşı olur. Mən bunu istəyirəm. Ramazanda məddahın fəaliyyəti 1-ə 10 qalxır. Yəni məhsuliyyətli olur. Adi günlər heç, amma Ramazanda gələ məhsuliyyətli olsun işində. Həm oxunuş tərzində, həm seçdiyi qəzəllərdə, şeirlərdə diqqətli olsun. Çünki mənəviyyatlı bir aydır. Elə mən bayaq ona toxunmaq istəyirdim ki, şərt sənin izləyicilərinin çoxluğu deyil. Şərt odur ki, sən izləyicilərə nə ötürürsən? Səni dinləyənlərə nə ötürürsən? Yəni, müsbəti çox ötürürsən, yoxsa mənfini çox ötürürsən? Əsas budur. Sonra Ramazan ayında, yenə deyirəm, məsuliyyət daha da çoxalır. Adi günlərdə görürsən, indi bir qəzəl məsələn oxudun, tez götürdün, əzbərlədin, oxudun və yaxud bir ilahini yazdırdın, ifa elədin, yox. Amma Ramazanda məsuliyyəti məddahın daha çoxdur. Diqqət eləməlidir ki, mən nə oxuyuram görürsən. Mən çox söyləyirəm, mən bizdən daha öncə olan məddahlardan indi sağ olanlara Allah salamat eləsin. Ölənlərin Allah ruhunu şad eləsin. Məsələn, mən bunlar yadıma gəlir ki, onlar Ramazan ayında ən çox münacatlardan çox istifadə edirlər. Və yaxud da bu tövbə barəsində olan yazılmış ibrətamiz qəzəllərdən, qəsidələrdən. Amma bu ayın özündə də daha bir özəlliklər var. Yəni, belə deyək də, müəyyən günlər var, kimsə qədri gecələrimiz var, İmam Həsən əleyhissalamın xüsusi duaları var, xanım münacatları var. Xədicə Kubra salamullah əleyhanın vəfatı var və Quran nazil olan gün, bu cür, yəni bunların xas olan ki günlər ki var, o günlərdə bizim dəyərli gənc məddahlarımıza tövsiyəmiz budur ki, hər günün öz söhbəti olsa daha maraqlı olar, elə deyil. Hacı, belə bir söz deyim, yəni mən niyə dedim ki, məsuliyyətlidir, 2 qat, 3 qat məsuliyyət var ki, Ramazanda məsələn məddahlara bir dənə məsləhətin bir böyükləri kimi, yəni qəbul edirlərsə, neçə illərdir xidmətdəyik. Əbləsən Razinin əlyazmalarından çox istifadə eləsinlər. Çünki həm oruc oluruq özümüz. Məclislərə gedirik də, indi gün ərzində iftardan sonra görürsən 2 dənə, 3 dənə, bəzən 4 dənə məclis çağırırlar, gedirik. Fərq eləmir. Ya məscid olsun, ya digər bir yer olsun. Böyük alimlər deyir ki, Əbləsən Raci o şairdir ki, Ramazan ayında rahat onun kitabını götür oxu. Yəni, oruc ola, orucu pozan amillər var da. Deyir, yalan danışarsan pozular, imam adından, peyğəmbər adından yalan danışarsan, orucun gedər. Məsələn, günorta da çağırırlar, oruc halda gedib oxuyuruq. Böyük alimlər deyir ki, Əbləsən Racinin əlyazmalarına istifadə eləyin. Niyə? Çünki Əbləsən Racinin əlyazmalarını rahat istifadə eləyə bilərsən orucluğan ki, orucun pozulmuyor. Yəni, hər şeyi düzdür içində. Bir də ona diqqət eləsinlər ki, seçəcəyi əsərlər nə olacaq. Bayaq dediyim mahnı da ki, bu cür deyək, o ilahinin də sözləri bizim dəyərli şairimiz Hacı Eyşən Xəzərindir. Hacı Eyşən Xəzər onu ifa eləyib, Elnur Nəzəfi ilə, Kərbəla Elnur Nəzəfi ilə ifa eləyiblər. Elə geri gəlmişkən hər ikisini salamlayırıq efir vasitəsi ilə. Oruc namazınız qəbul olsun inşallah. Bəli. Mənim çox xoşuma gəldi. Elə deyən kimi hacıya, götür də bunu biz yazmışıq, elə istifadə olunsun. Götürdüm, oxudum mən də. Çox gözəl. Gəlin dəyərli Seyyidimizin ifasında həmən ilahini dinləyək.
ötən ötüb demə. Bu qədri sən günahına qəm yemə. Səni bağışlamaz Xuda demə. Demə, demə. Olan olub ötən ötüb demə. Bu qədri sən günaha qəm yemə. Səni bağışlamaz Xuda demə. Demə, demə. Değerli seyidim, çok sağ ol. Allah səs və nəfəs və ömrü və bərəkət razı versin. olsun. Çox gözəl bir ilahi idi. Mən təşəkkür edirəm. Değerli izləyicilərimiz, bunu qeyd etməyi özümə borc bilirəm ki, yenə də hər axşam iftara yarım saat qalmış biz evlərinizin qonağıyıq. Odur ki, bizim verilişi bir ay, bir ömür verilişini izləməyi unutmayın. Bugünkü verilişimizin qonağı değerli ilahiyyatçımız, İlahiyyat Universitetinin müəllimi və bizim Hacıavad məscidinin dəyərli axundu Hacı İbrahim qardaşımdır. Allah bir daha sizi can sağlığı versin. Allah size ömür versin. Hacıcan, bir sualım var. Ramazanda, mübarək Ramazan ayında oruç tutmaq məlum ki, vacib. Daha hansı əməllər bu ayın, belə deyək, savabına yazılar? Daha hansı əməllər eləsək bu oruç tutanlara aiddir? Yəni? Gözəl sualdır. Peyğəmbər əleyhissalamın hədisinə baxaq. Peyğəmbər əleyhissalam mübarək kəlamlarının birində buyurur ki, Naumus səimi ibadətun. Oruç tutanın yuxusu ibadətdir. Yəni, oruclu ikən bir adam yatağına girib yatır, amma mələk onun üçün savab yazır. Və səmtuhu təsbihun. Oruç tutan adam susa, sakitcə dayana, onun üçün zikirdir. Və əməluhu mudaafun. Etdiyi əməl artıqlaması ilə ödənilər. Yəni, aylarda bizim etdiyimiz əmələ görə bir savabımız varsa, Ramazan ayı elə bir aydır ki, bu ayda gördüyümüz bir savab əməlin Peyğəmbər deyir ki, 2 qat artıqlaması ilə onun savabı ödənilər. Ona görə də biz çalışmalıyıq ki, Ramazan ayında etdiyimiz savabları daha da çoxaldaq. Lakin bununla yanaşı həmən savabları yandıran digər əməllərdən də uzaq olaq. Yəni, təkcə savab qazanmaqla iş bitmir. Savab qazanmağın yanında günahlardan qaçmaq məsələsi var. Yəni, savabla günah edilərsə, günah savab əməlləri yeyib məhv eləyər. Buna görə də diqqətli olmaq lazımdır. Xüsusi ilə də Ramazan ayında ki, insan savab əməlləri görsün və bununla da yanaşı haramlardan, məkruhatdan bacardığı qədər uzaq olsun. Çünki Ramazan ayında olunan günah həm də daha təsir edici ola bilər. Peyğəmbər deyir ki, Ramazan ayında Allah cənnətin qapılarını açar, cəhənnəmin qapılarını bağlayar, şeytanları zəncirləyər. Amma bəzən elə olur ki, günah edən insanın misalı nəyə bənzəyir? Bəzən sual edirlər ki, əgər Peyğəmbər deyirsə ki, şeytan qandallanıb və insanlar niyə günah edir? Nədir bunun cavabı? Bu sualın cavabı çox sadə. Elə bir quduz it bağlanılıb, kimlərisə tutmasın. Amma şəxsin biri gedir, özünü atır itin qabağına. Təbii ki, bunu tutacaq. Yəni, Ramazan ayında şeytan qandallanıb bir küncdə saxlanılır. Bir adam özünü şeytanın əlinə versə, təbii ki, şeytan onu... Özünü təslim edir şey. Bəli, ona o həmən misala bənzəyir. Ona görə də bu ayda biz çalışmalıyıq ki, maksimum dərəcədə əməllərimizi çoxalaq. Hansı əməllərdir? Nə çox? Sədəqə verməkdir, namaz qılandırsa namaz qılmaqdır, gecə namazları xüsusi tövsiyə olunur. Quran-ı Kərim ayıda da bilirsiniz. Quran-ı Kərimin hər hansı bir ayəsini oxumaq
böyük savaba sahib olur. Məsələn, mümkündür bir adam hələ Qurani-Kərim əlifbasını öyrənməyib, Quranı oxuya bilmir. Hər halda İxlas surəsini bilir, Fatihə surəsini bilir. Gün ərzində oxusun. Qeyd elədiyimiz kimi başqa aylarda bir savab qazanacaqdırsa, bu ayda qat-baqat savab əldə eləyəcək. Qohum-əqrəba ziyarəti. Bəli, silə-i rəhim deyirik də biz buna. Daha yaxşı olar ki, bu ayda bu əməllər çoxalsın və bu ayın da bircə gecəsi var, 1000 aya bərabərdir. Qədr surəsində də qeyd edilib. Hətta vaxtımız varsa mən bir hadisəni də deyim. Bu Qədr surəsinin nazil olması ilə bağlı belə rəvayət olunur ki, Peyğəmbər əleyhissalam keçmiş ümmətlər arasında bir nəfər şəxsin 83 il Allah yolunda çalışdığını məlumat verir. Sahabələrdən biri qalxır ki, Allahın Rəsulu, bəlkə bizim o qədər ömrümüz olmayacaq. Belə çıxır ki, biz o qədər savab əldə etməyəcəyik. Elə bu zaman Cəbrail əleyhissalam nazil olur və Peyğəmbərimizə Qədr surəsini gətirir. Qədr surəsində də bir ayə var da, bilirsiniz ki, həmin ayədə hər kəs Qədr gecəsini ehya edərsə, hədislər də bunu deyir. 1000 aya bərabərdir. 1000 aydan üstün tutulur. Yəni bu ayə onu göstərir ki, əgər bir adam Qədr gecəsini ehya saxlasa, sanki 1000 ay Allah yolunda çalışıbdır. 1000 ayımızda 83 il 4 ay eləyir. Yəni qocaman bir insanın ömrü eləyir. Yəni burada bir məsələ də var. Əhya saxlamaq indi mümkündür ki, biri namaz qılmır, inşallah ki, qılar. İnşallah. Hökm deyil sabaha kimi namaz qıl. Hər hansı bir iş, faydalı bir, savab bir işlə məşğul olmaq, bəli, xeyri bir işlə məşğul olmaq sənə o 1000 ayın savabını gətirər. İnşallah. Ona görə də bu ay həqiqətən də çox fəzilətli aydır. Allah bu ayın savabından bizi bir nəsib eləməsin. Amin. Çox sağ ol deyirəm. Deyir, birillik insan ruhusu yazılır Qədr gecəsi. Müqəddəratı. Bəli, Qədr surəsində öz əksini boş yerə biz bu verilişin adını bir ay, bir ömür qoymamışıq. Elə bir ay, bir ömür verişi artıq gözəl söhbətlərimizlə. Və inşallah, Hacı, sonda istəyərdim ki, bir ilahiyyatçımız olaraq, bir ruhanimiz olaraq bir neçə kəlmə dua eləyəsiniz. Biz amin deyək və Seyidin dəyərli, Seyidimizin ilahisi ilə, nəğməsi ilə biz sizlərlə sağollaşaq. Buyurun, Hacı. Uca Allaha and verirəm öz izzəti cəlalına xatir, bizim onun şəninə layiq olmayan, zərrə qədər belə layiq olmayan, xüsusilə də bu Ramazan ayında etdiyimiz bütün ibadət və itaətləri öz mübarək dərgahında qəbul etsin. Uca Allahı and verirəm öz izzəti cəlalına xatir, bu bir il ərzində əməl dəftərimizə yazdırdığımız günahları bu Ramazan ayının vasitəsilə yuyub məhv etsin. İlahi amin. Uca Allahı and verirəm öz izzəti cəlalına xatir, bizim yaralı qazilərimiz var, onlara tezliklə şifa inayət eyləsin. Bizim şəhidlərimiz var, onlar onsuz da mübarəkdirlər, məqamları, dərəcələri daha da ucadır. Onların məqamını, dərəcəsini daha da uca eyləsin. İlahi amin. Uca Allahı an verirəm öz izzəti cəlalına xatir, özünün bərəkətini, özünün nuraniyyəti bizim xalqımızın üzərindən əskik etməsin. Allah qəbul eləsin. Çox sağ olun, Hacı. Allah razı olsun. Bəli, dəyərli izləyicilərimiz, bir ay, bir ömür verilişimiz beləliklə sona yetir. Mən bir daha sonda mən dəyərli ilahiyyatçımıza öz dərin təşəkkürümü bildirəm, Hacı İbrahim. Çox sağ olun. Allah sizi var eləsin, Allah sizi qorusun. Və dəyərli Seyid Rövşən qardaşım, dəyərli məddahım, vaxt ayırdığınız üçün öz dərin təşəkkürümüzü bildiririk. Və biz sizlərlə sabah elə bu vaxta qədər ayrılırıq. Belə deyərək ki, iftar vaxtına yarımca saat qalmış, bizləri izləməyi unutmayın. Seyid Rövşənin gözəl ilahisi ilə sizlərə sağ ol deyirik. Sağ olun, salamat qalın. Hoş geldin ayların sultanı,
Hoş geldin ruhumun reyhanı. Bu sevgi eşk dolu gelişinle şad ettin ehli Müselmanı. Hoş geldin ömrümün baharı. Hoş geldin ayların iftihar. Hasretle yolunu gözleyirler. Sen müminlerin intizarı. Gelişinle küsenler barışsın. İnsanlar sevap emelde yarışsın. Çirkin olan işlerden uzaklaşır. Herkes hayır işlerde çalışsın. Gelişinle küsenler barışsın. İnsanlar sevap emelde yarışsın. Çirkin olan işlerden uzaklaşır. Herkes hayır işlerden çalışsın. Geldik de sen ey mahi tahir. Şeytanın vurular koluna zincir. Ol Rahman Rahim Allah'ımız. Ehveyler bizi sana hatir. Kim etsə sənə ehtiramı, məhşərdə uca olar məqamı. İnsanlar təşviş içə olanda, ol şəxsin gələr xoş peyamı. Ol şəxsin gələr xoş peyamı. Gəlişinlə küsənlər barışsın. İnsanlar savab əməldə yarışsın. Çirkin olan işlerden uzaklaşır. Herkes hayır işlerde çalışsın. Gelişinle küsenler barışsın. İnsanlar sevap emelde yarışsın. Çirkin olan işlerden uzaklaşır. Herkes hayır işlerde çalışsın. Gelişinle küsenler barışsın. İnsanlar sevap emelde yarışsın. Çirkin olan işlerden uzaklaşıp herkes hayır işlerden çalışsın.